Dəmir orqanizmdə çox önəmli bir elementdir. Dəmir artıqlığı və əksikliyi müəyyən patologiyalara gətirib çıxarda bilər. Orqanizmdə dəmir 3-4 qram hemoqlobinin içində olur. Dəmir oksigenin daşınması, depolanması, hüceyrələrin böyüməsində çox böyük önəm daşıyan bir elementdir. Adətən dəmir 2 valentli dəmir 3 valentliyə nisbətən daha yaxşı sorulur. Bu da nəyin tərkibində ola bilər? Qaraciyərin tərkibində, ətin tərkibində, paxlalı bitkilərin tərkibində. Gün ərzində 1 mq dəmir diet şəklində qəbul olunmalıdır. Nə üçün? Çünki qadınlarda gün ərzində 2 mq, kişilərdə 1 mq, süd vermə müddətində 1 mq, uşaqlarda 0,5 mq dəmir itkisi olur. Və həmçinin də hamiləlik müddətində əgər hemoqlobininiz 11-dən aşağıdırsa, bu zaman dəmir preparatları qəbul olunmalıdır. Dəmirlə zəngin qidalar dediyimiz kimi qaraciyər, qırmızı ət, bəzi az miqdarda toyuq və balıq ətində ola bilər və həmçinin yaşıl tərəvəzlərimizdə və quru meyvələrimizin tərkibində də dəmir vardır və unutmayaq ki, dəmir azlığı nəticəsində immun sistemi zəifləyə bilər, halsızlıq, gücsüzlük, yorğunluq və sairə şikayətlərimiz yarana bilər. Ona görə də əgər sizdə bu şikayətləriniz varsa, qanda dəmir elementi, qanun ümumi analizi və dəmirin deposunun yoxlanması tövsiyə olunur.